20 yanvar şəhidlərinin xatirəsi Moskvada da anılıb. Azərbaycanın Rusiyadakı səfirliyində 20 yanvar faciəsinin 36-cı il dönümünə həsr olunan tədbir keçirilib. Daha ətraflı Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov məlumat verir. Əvvəlcə səfir Rəhman Mustafayev, səfirliyin əməkdaşları, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, ümumilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin və 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş banerin önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Bildirilib ki, bugün xalqımız 36 il əvvəl vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edir. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə başda Mikhail Qarbaçov olmaqla Sovet İttifaqı rəhbərliyinin göstərişi ilə Sovet ordusunun bölmələri Bakıya soxularaq dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. Bu hadisələr Azərbaycan tarixinə əbədi olaraq qara yanvar kimi daxil olub. Qeyd olunub ki, SSR rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı seçkilik siyasətinə, indiki Ermənistan ərazilərindəki tarixi torpaqlarımızdan yüz minlərlə Azərbaycanlının deportasiya olunmasına, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına etiraz edən geniş xalq kütləsinə qarşı Sovet ordusunun iri hərbi hissələrinin yeridilməsi dəhşətli faciəyə səbəb olub. Sovet ordusu gecə saatlarında şəhərə daxil olaraq beynəlxalq hüquq normalarını və SSR-nin o vaxt qüvvədə olan konstitusiyasını və digər hüquqi aktlarını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. 1990-cı il yanvarın 21-də ümumilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına, hazırda səfirliyimizin yerləşdiyi binaya gələrək mətbuat konfransı keçirib. Baş verilmiş vəhşiliyi kəskin şəkildə pisləyərək dinc əhaliyə qarşı terror aktı adlandırıb. Ulu öndər hadisənin təşəbbüskarları və icraçılarının cəzalandırılmasını tələb edib.